Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir bütünü təmirə gətiriblər. Qızır, işləyir, amma su buraxır. İndi ortanı nəticəni bir yerdə izləyək. Çürüyüb. Hissədən və bu hissədən deşilib. Həmən hissələri pişirdik. Alt hissədən olan kanalda pişirdik. Emalın vurduq. Hissəni də emalın vurduq. Alt hissəni təmizləmişik. Qoruyucu dəmirlər yerindədir. 5 ədəd, 4 ədəd. Termostatına qar bağlayıb, onu da təmizləyək. Bunun birləşməsi gümüşdən olur. Yəni, bunlara xüsusi yanaşmaq lazımdır. Bu hissələri təmizlədik. Ön hissədə qrafit şaybı var, yəni istiyə dözən şaybı var, belə deyək. İstini plasmasa verməyən, spiral belə fırlandığına görə. Arxa hissədə isə şaybasızdır. Həmən bu şurup şaybasızdır. Bunu sıxaq. Təsəvvür edin ki, bu qayıqdır. Bu da onun qırağında olan balonlardır. Bunu da təmizlədik. Bütünün şunurunda da qüsur var, bağlamamış. Bunu da dəyişək. Bu qaydada təmizlədik. Bu hissələri təmizlədik. Cədət zakrovka eləyəcək. Bu termosatkalardır. Heç bir halda əllə bağlayıb zanetləmək olmaz. Cədət zakrovkaladıq. Bu qaydada termosatkaları taxdıq. Pərçimləyək. Heç bir halda izolentdən istifadə eləmək olmaz. Dəmirin ramkasını çıxartdı. Şurup paslandığına görə yenisini əvəz eləyirik. Bu kabelin əvəzinə belə bir kabel qoyduq. Fikir versəz, Philips yazılıb üstünə. Yəni, orijinaldır, düzdür, təzə deyil, işlənmişdir, amma orijinaldır. Və bu paslanmış şurupu dəyişdi və bu kabeli dəyişdi. Üzərinə su əlavə eləmişik. Bu ütü su axıdırdı. Ampermetrə qoşmuşuq. Gücünü götürdü. Öndən su verir. Ar verir. Hər bir şey işləyir. Bu qədər. Çox sağ olun, izlədiyiniz üçün.